Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar və izləyicilər. Siz bugündən etibarən Qarabağ Info TV-nin efirində Qarabağ Xatirələri adlı verilişlə tanış olacaqsınız. Hörmətli seyircilər, siz bu verilişdə Qarabağ uğrunda gedən döyüşlərdə sağlamlığını itirmiş Qarabağ əlilləri, Qarabağ veteranları və talehi Qarabağla bağlı olan bir sıra insanlarla yaxından tanış olacaqsınız. Bizlər isə yaradıcı heyət Qarabağ Info TV olaraq çalışacağıq ki, bu veriliş sizlərin ürəyinizcə və zövqünüzcə olsun. Salam, hər vaxtınız xeyir olsun Qarabağ televiziyasının izləyiciləri. Siz bizim verilişimizdə, bizim televiziyamızda bir çox verilişləri izləmişsiniz. Bugündən etibarən isə televiziyamızda yeni bir layihəyə start veririk. Layihəmizin adı isə Qarabağ Xatirələridir. Düşünürəm ki, artıq verilişimizin formatı elə adından bəllidir. Bu günləri ilk buraxılışımıza başlayırıq. Elə ilk qonağımız, ilk müsahibimizi isə təqdim eləmək istəyirəm. Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyi Sumqayıt şəhər şöbəsinin rəhbəri Hacızadə Tərlan Əzizoğludur. Xoş gəlmişsiniz Tərlan bəy. Tərlan bəy, istəyərdim özünüz haqqında tamaşaçılarımıza bir məlumat verəsiniz, sizinlə daha yaxşı tanış olsunlar. İnşallah. 1971-ci ildə aprel ayının 7-sində Sumqayıt şəhərində anadan olmuşam. 3 saylı və sonra 25 saylı orta məktəbi bitirmişəm. 1988-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olmuşam. 1992-ci ilin dekabr ayının 1-dən həmin institutun 5-ci kursundan könüllü olaraq Azərbaycan Milli Ordusunu yazılmışam. Və orada 3 aylıq hərbi zabitlər kursunu bitirəndən sonra 1993-cü il aprel ayının 17-sindən
Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmək üçün həmin hərbi hissəyə yollanmışam. Zabit kimi. 93-cü ildə ağır yaralanmışam. 94-cü ilin yanvar ayının 19-unda Müdafiə Nazirinin əmri ilə oradan tərxis olunmuşam. Uzun müddət, belə deyək, tikinti sahəsi, çox uzun müddət, təqribən bir il yarım tikinti sahəsində işləmişəm. Azər Təmir Tikinti Trestində, sahə ustası vəzifəsində. 95-ci ilin avqust ayının 25-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əlillərin Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin müdir vəzifəsində çalışmışam. 97-ci ildə həmin işdən öz ərizəmlə uzaqlaşmışam. 98-ci ildən 99-cu ilə qədər Qarabağ Müharibəsi Əlilləri və Veteranları Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin sədri. 2001-ci ildə isə məlum hadisələrdən sonra yeni yaranan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Əlilləri İctimai Birliyinin sədriyəm və hal-hazırda da həmin vəzifəni icra edirəm. Tərlan bəy, tamaşaçılarımıza özünüz haqqında məlumat verdiniz. Düşünürəm ki, sizin haqqında tanışlıq maraqlı oldu və bugünkü həmsöhbət olmaq sizinlə maraqlı olacaq tamaşaçılarımıza. Amma elə ilk buraxılışımızın ilk qonağı da sizsiniz, bildiyiniz kimi. Buna görə də ənənəvi bir sual var, təbii ki, bugünkü verilişimizdə. İlk sualı belə sizə ünvanlamaq istəyirəm. Ümumiyyətlə, Qarabağ dedikdə sizin üçün nə canlanır, nə göz önünə gəlir? Bir döyüşçü kimi təbii ki. İlk öncə coğrafi məkanına görə götürəndə Qarabağ Azərbaycan Respublikasının ayrılmaz bir tərkib hissəsidir. Qarabağ bugün statistik məlumatlara görə 20% itirilən torpağımızdır. Mən deməzdim məğlub olunmuş müharibədə itirilən torpaqlardır. Sadəcə olaraq müəyyən məlum səbəblərə görə müvəqqəti olaraq bu torpaqlar işğal altındadır. Bütün belə deyək, siyasi aləmdə de yuri olaraq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınır. Ancaq de facto bugün bu Qarabağ bizim üçün işğal altındadır. Qarabağ, şəxsən mən öz subyektiv fikrimi bildirmək istəyərdim. Qarabağ mənim üçün çox ağrılı bir yerdir. Niyə ağrılı bir yerdir? Ona görə ki, cavanlığımızın ən gözəl bir vaxtında, 20-21 yaşında biz Azərbaycan Respublikasının ərazi bütövlüyü üçün biz o döyüşlərə qatıldıq. Mən ümumiyyətlə Sumqayıt, bayaq vurğuladığım kimi Sumqayıt şəhərində olmuşdum, anadan olmuşam. Və demək olar ki, Sumqayıt, Bakı, Qubadan əlavə bir yerə çıxmamışdıq. Ancaq talih elə gətirdi ki, bu döyüşlərdə iştirak etmək üçün mən Ağdam, Marquşaban, Həsənqaya, Madagiz, Akop Kamari, bu istiqamətlərdə yaşayış məntəqələrində oldum və həqiqətən də Azərbaycanın necə gözəl bir coğrafi məkana malik olduğunu mən orada öz canlı gözlərimlə gördüm. Və həqiqətən də bizim bugün o işğal altında olan torpaqlarımızın heç bir əvəzi yoxdur. Və nəyin bahasına olursa olsun inşallah biz o torpaqları qaytarmalıyıq. Qarabağ bizim ən ağırlı yerimizdir bugün və mən inşallah çox inanıram. Və bugün aparılan bütün siyasi söhbətlər nəticəsində də, bu dünyada gedən proseslər nəticəsində də inşallah ki, prezidentimizin rəhbərliyi ilə o torpaqlarımızın bizə bir sərəncamla geri qaytarılmasına mən buna artıq inanıram. İnşallah. Tərlan bəy, siz söylədiniz ki, Azərbaycanın itirilmiş torpaqları inşallah ki, geri qayıdacaq. Təbii ki, biz də, bütün Azərbaycan vətəndaşları da buna inanırıq və böyük ümid bəsləyirik. Amma biz onu da bilirik ki, bu torpaqlarımızın geri qaytarılması üçün böyük bir ordu lazımdır. Güclü, möhkəm bir ordu lazımdır. Bəs o zamanki o Azərbaycanın möhkəm ordusuyla indiki ümid bəslədiyimiz o ordu arasında nə fərq var? Mən, Əminə xanım, sizin o vurğuladığınız 20 il bundan qabaqki Azərbaycan Milli Ordusu ilə bugünkü qüdrətli Azərbaycan Milli Ordusunu mən bir tərəziyə heç cür qoya bilmirəm. Niyə qoya bilmirəm? Çünki vaxtilə biz məlum səbəblərdən 70 il SSR adlı bir qurumun tərkibində olmuşuq. Və bu açıq aydın bəllidir ki, o dövrdə Azərbaycan Respublikasından SSR-nin digər ölkələrinə hərbi qulluğa gedən gənclərin 70%-i inşaat hərbi hissələrində təlimlər keçiblər. Yəni, onlara demək olar ki, hərbin taktika və strategiyası heç bir zaman öyrədilməyir.
Və inşallah elə getirdi ki, 91-ci ildə biz müstəqilliyimizi əldə eləyəndə artıq vətənpərvər ruhda olan o gənclər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərə qatıldılar. Lakin milli ordunun olmaması, hərb taktika və strategiyasının olmaması və ən əsası vahid mərkəzdən bu ordunun idarə olunmaması pərakəndiliyə gətirdi, çıxartdı. Və o pərakəndəlik nəticəsində də demək olar ki, bugün Azərbaycan 20 minə yaxın şəhid verdi. 11.282 nəfərə yaxın bu döyüşlərdə insan əlillik aldı. Ancaq təbii ki, 1993-cü ildə Ulu Öndərin yenidən Azərbaycana qayıtması nəticəsində və bu 20 il ərzində aparılan bu uğurlu islahatlar, təbii ki, müdafiə sahəsində, Müdafiə Nazirliyi sahəsində aparılan uğurlu islahatlar öz bəhrəsini verməyə bilməzdi. Və bugün artıq biz qürurla deyə bilərik ki, Azərbaycanın özünün torpaqlarını geri qaytara biləcək bir ordusu var. Ancaq buna bir yöndən də baxmaq lazımdır. Təkcə bugün o torpaqları geri almaq üçün bizə ordunun gücü yetərmi? Mənim fikrimcə yox. Niyə? Çünki bugün dünyada gedən proseslərə bir fikir verək. Sadəcə olaraq qonşu Gürcüstana baxaq. Bütün qərb demək olar ki, bütün varlığı ilə Gürcüstanın arxasında durmuşdu. Lakin nəticə olaraq onların da yaralı yeri olan Osetiya hal-hazırda Rusiyanın tərkibindədir. Əgər müharibə zəminində təkcə Erməni-Azərbaycan münasibəti olsa, təbii ki, bizim ordu bir həftə içində bütün o torpaqları boşalır. Ancaq burada başqa qərb dövlətlərinin Ermənistana olan himayədarlığı, Rusiya kimi böyük bir dövlətin Ermənistana olan himayədarlığı nəticəsində mənə elə gəlir ki, Azərbaycan bugün həqiqətdə də diplomatiyasını daha da inkişaf elətdirir. Diplomatik yolla torpaqların azad olunması ehtimalı bugün daha çox effekt verə bilər çem hərb yolu ilə. Mənim fikrimcə belədir. Tərlan bəy, siz öz qeydlərinizi apardınız, amma bizə çox maraqlıdır ki, sizin rəhbərlik etdiyiniz təşkilatda, xüsusilə də Qarabağ əlilləri müharibə iştirakçıları ilə ümumiyyətlə söhbət eləyərkən, söhbət zamanı Qarabağın düşmən tapdağından alınacağına necə düşünürlər bunu? Və bir təbii ki, rəhbər olaraq onlarla söhbət zamanı nələri onlara aşılamaq istəyirsiniz? Əvvəla onu vurğulayım ki, biz hüquqi dünyəvi dövlətdə yaşayırıq. Və hər bir bu müharibə zümrəsindən olan insanlar birləşərək öz təşkilatlarını, öz ictimai birliklərini təsis edirlər. Və ictimai birlik olaraq biz vətəndaş cəmiyyətinin bilavasitə tərkib hissəsi oluruq. Və biz ki, hüquqi cəhətdən vətəndaş cəmiyyətinin tərkib hissəsi olduğuq, deməli, ölkədə gedən ictimai siyasi proseslərə mütləq bir şəkildə öz fikrimizi bildirməliyik. Və Qarabağ müharibəsi əlilləri, veteranlar və şəhid əlilləri ictimai birliyi də bu cür təşkilatlardandır. Və xüsusi olaraq Sumqayıt şəhəri şöbəsi, Sumqayıt təbii ki, Bakının 30 kilometrliyində yerləşir. Sumqayıtda bugün hal-hazırda 500-dən çox şəhid ailəsi var. Və təqribən də 510-520-yə yaxın Qarabağ müharibəsində iştirak edən əlil və o zəmində fiziki sağlamlığını itirərək əlil olan insanlar var. Təbii ki, biz bunlarla tez-tez sıx əlaqədə oluruq və müəyyən baş verən, belə deyək, hadisələrə öz fikrimizi bildiririk. Təbii ki, biz bir yerdə yığılanda bu müharibənin ağırı, acısını yaşamış insanlar kimi və gələcəkdə də bunun qarşısını ala biləcək bir insanlar kimi öz fikrimizi ortaya qoyuruq. Və ən bizim, belə deyək, geniş söhbətə, geniş müzakirəyə məruz qalan söhbətimiz bizim bu vətənpərvərlik mövzusunda söhbətimizdir. Çünki hər bir Qarabağ döyüşçüsü vətənpərvərlik üçün canlı bir əfsanədir. Vətənpərvərlik üçün canlı bir simadır, bir nümunədir. Hər bir döyüşçünün özünün keçdiyi yolu analiz eləmək, təhlil eləmək və yetişən gənc nəslə onu düzgün çatdırsaq, əvvəla gənc nəsil öz vətənini sevəcək, öz torpağını sevəcək, təhsilini sevəcək. Təhsilini sevdisə,
belə deyək, layiqli bir kadr yetişəcək. Bayaq vurğuladığım kimi, yəni o diplomatiyaya öz töhfəsini verə biləcək. Və yəqin ki, inşallah ümid edirik ki, bu torpaqlarımızın alınmasında onların övladları da öz töhfəsini verəcək. Müharibə ümumiyyətlə demək çox asandır. Baxırsan, ictimaiyyətə çıxırsan, xüsusən də müharibədən 20 neçə il keçib. Atəşkəsdən rəsmən götürəndə bu il 20 ildir keçib. Müharibənin, belə deyək, bu müddət ərzində gənc bir nəsil formalaşıb. Və o gənc nəsil ki, o dövrdə ki, biz gedəndə bizim 20-21 yaşımız var idi, bugün artıq o nəsil var ki, haradasa böyük üstünlüyü müharibə istəyir. Yəni, vahid bir orduda cəmlənmək, Ali Başkomandanın əmrinə tabi olmaq və inşallah o əmr verilərkən hücuma keçib öz torpaqlarımızı geri almaq. Mən bayaq da vurğuladım ki, yəni bu mənim təbii ki öz subyektiv fikirlərimdir. Bir addımı atmamışdan qabaq onu çox ölçüb biçmək lazımdır. Müharibə elə də bir lori desək bir zarafat deyil. Təbii ki, nəzərə alsaq ki, biz bugün hücuma keçməliyik. Biz bugün torpaqlarımızı işğaldan azad eləməliyik. Hərbin taktikası 3-1 nisbətindədir. Yəni, hücuma keçən tərəf istənilən halda müdafiə olunan tərəfdən 3 dəfə ağır itki verməlidir. Əgər nəzərə alsaq ki, biz bugünkü günə kimi 20 minə yaxın şəhid vermişik, artıq bu hansı statistik göstərici ola bilər? Yəqin ki, siz məni başa düşürsünüz. Lakin bu o demək deyil ki, biz bu statistik göstəricilərdən qorxmalıyıq. Yox, bizim torpaqlarımız işğal altındadır, tutalım biz hücuma keçəcəyik, 20 min, 30 min, 40 min şəhidimiz olacaq, biz bundan qorxub geri çəkilməliyik, yox. Sadəcə bayaq vurğuladığım kimi, bütün bu regionda gedən siyasi maraqlara cavab olaraq, bu regionda gedən bütün bu siyasi proseslərdə fəal iştirak edərək, biz öz qələbəmizi diplomatiya yolu ilə və üstəgəl hərb yolu ilə təmin etməli, bacarmalıyıq. Və o bir kulminasiya nöqtəsi ki var, o an yetişəndə inşallah bu ikisi bərabər tətbiq olunmaqla torpaqların işğaldan azad olunması tam qarant verə bilər. Bu günləri Azərbaycanımızda Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlara olan diqqət təbii ki, hamımızın gözü qarşısındadır, hamımız bunu müşahidə edirik, görürük. Siz necə bundan razısınızmı? Bayaq qeyd elədim ki, 1995-ci ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Təminat Nazirliyinin, Əlillərin Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin müdiri vəzifəsində çalışmışam. O dövrdə hələ Azərbaycanda atəşkəs 2 il idi baş vermişdi, 95-ci il nəzərə alsaq. Azərbaycanın iqtisadiyyatı hələ inkişaf eləməmişdi, büdcəmizin gəlirləri bugünkü səviyyədə deyildi. Ancaq, belə deyək, müharibədən əziyyət çəkən insanların, az təminatların, əlil, veteran və şəhid ailələrinin sosial problemlərinin həlli üçün müəyyən layihələr işlənirdi. Məsəl üçün, o layihələrdən biri onların minik avtomobili ilə təmin olunması, onların evlərinin hal-hazırda yaşadığı evlərinin təmir olunması, gələcəkdə onlar üçün mənzillərin tikilib, belə deyək, dövlət tərəfindən istifadəyə verilməsi, bu layihələri oxuyurduq, yazırdıq, təbliğ edirdik. Və hələ 95-ci ildə mən o layihələrlə bilavasitə özüm şəxsən tanış olanda hardasa biraz tam səmimi deyirəm ki, özümdə biraz narahatçılıq qalırdı ki, yəni inşallah bax gələ biləcəkmi ki, bütün bu şeylər həyata keçəcək. Və 2001-ci ildə mən bu adını çəkdiyim İctimai Birliyin Sumqayıt şəhər şöbəsinin rəhbəri oldum. Bütün bu proseslərin canlı şahidi yox, canlı iştirakçısı oldum. Bugün Sumqayıt şəhərində 9 bina Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün istifadəyə verilib. Bu 9 binada təqribən 400-ə yaxın ailə məskunlaşıb. Yüzlərlə Qarabağ əlili avtomobillə təmin olunub. Bunların müəyyən sosial problemləri, belə deyək, şəhərdə
bunların kommersiya ilə məşğul olmaq üçün torpaq sahələrinin ayrılması, fərdi yaşayışla əlaqədar olaraq bağ masifi və fərdi yaşayış üçün torpaq sahələrinin ayrılması bugün uğurla həyata keçirilib Sumqayıt şəhərində. Və hal-hazırda xüsusi olaraq Cənab Prezidenti 2006-cı ildən xüsusi prezident təqaüdü təsis olunub Qarabağ əhaliləri və şəhid ailələri üçün. Ən önəmlisi, ən fəxr edici, ən qürurlusu bu ilin Novruz bayramı ərəfəsində 17 martda və dalınca 18 martda bu təbəqədən olan insanlara sosial qayğısını daha da ən yuxarı səviyyədə təkmilləşdirilməsi yönümündə o problemin həlli üçün fərman və sərəncam verildi. Bu fərman və sərəncam nə idi? Ayın 17-sində Cənab Prezident İlham Əliyevin imzaladığı fərmanla Prezident təqaüdü qalxdı birinci qrup Qarabağ əhaliləri üçün 150 manat, ikinci qrup Qarabağ əhaliləri üçün 130 manat. Və ayın 18-də çox gözəl bir sərəncam imzalandı. Qarabağ müharibəsi əlillərinin övladları, şəhid ailələrinin, şəhidin övladlarının Azərbaycanın istənilən, yəni fərqi yoxdur, istəyir özəl, istəyir dövlət, istəyir bakalavr, istəyir magistr da pulsuz təhsil alması. Statistikanı götürürəm. 2006, 2005, 2006-cı ilə kimi bizim İctimai Birliyə xeyli sayda maddi köməkli ilə bağlı ərizələr gəlirdi. Bu ərizədə çox vaxt baxırdın, daxil olan ərizənin 90%-ə yaxını bilavasitə kirayədə qaldığı evlərin pulunu verə bilməməkləri idi. Yəni ki, bizə maddi köməkli elə biz o evin pulunu verək, hansısa bir formada. Yavaş-yavaş Sumqayıtda ki, bayaq vurğuladığım kimi 9 bina verildi. Ev təminatı bugün demək olar ki, bir 90% öz həllini tapıb. Ancaq bugünə kimi, belə deyək, 2014-ün lap əvvəlinci, 2013-ü tam götürək, 2014-ün əvvəlinə kimi artıq bu vaxtı ilə cavan olan Qarabağ əhaliləri 20 il keçir, bunların ən az yaşı olan 37-38 yaşı olur. Bunların övladları böyüyür, ali məktəbə qəbul olur. İndi bu dəqiqə bilirik ki, özəl və yaxud dövlət müəssisələrində müəyyən o balı yığa bilməyəndə pullu təhsilə düşürlər. Bax, burada böyük bir problem əmələ gəlirdi. Cəmiyyətə çox böyük müraciətlər olurdu. Dəhşət dərəcədə müraciətlər olurdu ki, bu təhsil pullarının ödənməsi ilə bağlı. Yanvar ayın 16-sında bu problemləri hamısını cəmləyərək bizim İctimai Birliyin rəhbəri Mehdi Mehdiyevlə bir yerdə 5 nəfər tərkibdə Baş nazirin birinci müavini Əli Əhmədovun qəbulunda olduq. Bu baş verdi yanvar ayının 16-sında. Çox gözəl və çox səmimi qarşıladı. O görüşdə ən vacib qaldırılan 3 problem oldu. Bunlardan biri təqaüdün qaldırılması, ikincisi təhsil pullarının hansısa bir formada güzəşt olunması, üçüncüsü isə həmin bu zümrədən olan insanlara tibbi sığortanın tətbiq olunması. Əli Əhmədov da bizi qəbul elədi. Çox səmimi keçən görüşdən sonra Cənab Prezidentə bu problemləri çatdırmağı bizə söz verdi. Ancaq bu tezliklə 2 aydan sonra bu fərman və sərəncam verilməyini şəxsən mən öz subyektiv fikrimdə deyirəm, mən onu gözləmirdim. Mən fikirləşirdim, müəyyən analizlər olacaq. Üstündən bir həftə 10 gün keçməmiş konkret olaraq Qarabağ əhalilərinin övladlarının, şəhid ailələrinin övladlarının təhsil alan və yaxud müəyyən 10-11-ci sinifdə oxuyanların siyahılarının adını hamısını biz yığdıq, tərtib elədik və baş idarəmizə təqdim elədik. Və mart ayının 18-də 2014-cü ildə Prezidentin sərəncamı çıxdı. Sizi inandırım, Prezidentə təkcə elə Sumqayıt şəhərindən neçə dənə anzabanca teleqramlar oldu. Cəmiyyətə yığıldılar, gəldilər, bir neçə nəfər. Yəni, təbii ki, 1000 manat, 1500 manat, 1900 manat, 2000 manat, bütün bu ailə büdcəsinə təsir edəcək məbləğlərdir. Ancaq burada bir maraqlı məqam var. Deməli, o maraqlı məqam nədən ibarətdir? Hardasa, üzr istəyirəm, mənim övladım ki, məktəbdə oxuyur. Uşaqlar yığılır və orada söhbət əsnasında
bildirirlər ki, artıq deyir, sənin oxumağa nə ehtiyacın var? Sən elə yüngül oxu, çalışma. İstənilən ali məktəbə qəbul olacaqsan və pulunu dövlət ödəyəcək. Bu, mənim övladıma verilən sual olur. Və bunun müqabilində həmin o sual verən insan, uşaq, gedir evdə atasına sual verir ki, ata sən niyə Qarabağda olmamısan? Fikir verirsinizmi? Yəni, artıq vətənpərvərliyin vaxtı ilə bu Qarabağ döyüşlərində iştirak edən insanların bir sərəncamla, prezidentin sərəncamı ilə hansı səviyyəyə qaldırılması bu göz qabağındadır. Bu, bilavasitə cənab prezidentin bu təbəqəyə göstərdiyi diqqət və qayğı və vətənpərvərliyin daha da yüksək inkişaf etməsi üçün verilən sərəncamdır. Və bu bir reallıqdır. Bugün artıq o suallar verilir. Məsələn, ata sən niyə Qarabağda olmamısan? Filan kəsin deyir, atası Qarabağda olub, onun artıq oğlu deyir, bu tam səmimi söhbət edirəm. Onun övladı indi sabah deyir, ali məktəbə qəbul olanda tam pulsuz oxuyacaq. Bax, belə sağlam düşüncələr artıq gənclərdə formalaşır. Və bunlar vaxtı ilə Qarabağda təmənnasız olaraq, yəni nə ev, nə maşın, o vaxt kim nə fikirləşirdi ki, mən gedib Qarabağda döyüşəcəm, mənə maşın veriləcək, mənə ev veriləcək, mənə pensiya. Ümumiyyətlə o şeyləri o dövrün insanları fikirləşməyiblər. Mən inanıram, bəli, mən inanıram ki, bugün də bizim o gənc nəsil ki yetişib, onlarda o söhbət yoxdur. Onların ən bariz, ən çılğın bir fərddə birləşməsi mübarizi demək olar. Yəni, o addımı atanda təbii ki, heç nə fikirləşməyib. Ancaq vətən fikirləşib. Fərdi demək olar. Ramin Səfərov demək olar. Və onların verilən qiymət cənab prezident tərəfindən. Keçən dəfə də bizdə bir gözəl bir tədbir gedirdi vətənpərvəri mövzusunda. Mən orada da bu fikrimi vurğuladım ki, 8 il dünyada Azərbaycana qarşı erməni lobbisi çalışır. Cənab prezidentin bir sərəncamı ilə o erməni lobbisini darmadağın elədi. Yəni Ramin Səfərovun Macaristandan ekstradisiya olunması və təyyarədən düşən kimi azad olunub, ona rütbə verilməsi, işinin hamısının bərpa olunması bilavasitə bu vətənpərvərliyin ən yüksək nömrəsi göstəricisidir. Yəqin ki, Tərlan müəllim, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına yardım assosiasiyasının tərkibində fəaliyyət göstərən Qarabağ Info televiziyasının fəaliyyətindən xəbərdarsınız. Biz bir televiziya olaraq, mütəmadi olaraq hərbi hissələrə gedirik və oradakı olan o əskərlərlə, zabitlərlə, gizirlərlə görüş keçirik və sözün əsl mənasında onlarda olan o ruh yüksəkliyi, o, belə deyək, mərdlik, cəsurluq, düşünürəm ki, doğrudan da bir vətəndaş olaraq bizim üçün çox böyük sevincdir və fəxr hissidir və biz müşahidə aparırıq ki, doğrudan onlar sadəcə bir devz altında yaşayırlar ki, vətənimizi qorumalıyıq, nə olursa olsun, nəyin namini olursa olsun, biz vətənimizi göz bəbəyimiz kimi qorumalıyıq və lazım olarsa hər an o döyüşə hazırıq. Biz təbii ki, belə bir tədbirləri tez-tez keçirik, belə görüşləri tez-tez keçirik və siz bir təşkilat olaraq belə görüşlər haqqında ümumiyyətlə düşünürsünüzmü? Varmı fikrinizdə? O gəncləri ki, siz gedib orduda görürsünüz, onlar orduya məktəbdən gedirlər. Birinci sinifdən başlayaraq, təbii ki, mən bağçanı vurğulamıram, tam özünü tanıyana kimi birinci sinifdən başlayaraq bu insanlar orta məktəb bitirir və hərbiyə gedirlər. Biz deməli işimizi necə qurmalıyıq və necə qururuq? Söhbət ondan gedir. Bayaq vurğuladığım kimi, bu Qarabağ iştirakçıları ki var, bunlar hərəsi bir vətənpərvərlik üçün bir örnəkdir, bir misaldır. Bizim bugün əlimizdən gələn nədir? Bugün bizim əlimizdən gələn məktəblərdə, təhsil ocaqlarında bu cür vətənpərvər mövzusunda tədbirlərin təşkili və keçirilməsidir. Çünki o insanlar ki, orada tərbiyə alır, o insanlar ki, orada təhsil alırlar, elə oradan da başlamaq lazımdır. Ən böyük tərbiyə verən müəllimdir. Bugün Azərbaycanda o müəllim heyəti var. Belə baxıram, siz deyəndə də çox qürurla vurğuladınız ki, həmin əskərlər döyüşə hazırdır. O bir günün, 2 günün, 1 ilin söhbəti deyil. O məktəb dövründə 10 il, 11 illik keçirilən o təhsil dövründə onlara təlqin olunan, onların o ruhda böyüyən tərbiyəsidir. Təbii ki, biz də məktəblərə gedirik, orada məsələn görüşlər keçirdirik, haradasa 5, 6, 7, 8-ci sinif uşaqları ilə onlara da o sualı veririk ki, məsəl üçün bugün Qarabağda azad olunması siz deyə bilərsiniz?
bilavasitə olaraq deyir, biz silaha sarılıb döyüşə getməyə hazırıq. Bu çox yaxşı bir haldır. Bununla bərabər olaraq təhsilə önəm verilməsində, onların ataya, anaya, yaşlılara, bacısına, qardaşına, dostuna daha da möhkəm dayaq durmalarını üçün biz də öz əlimizdən gələn əsirgəmirik. Yəni o tədbirlərdə qayəni onun üzərində quruq. Yəni o tədbirin ən gözəl qayəsini o üzərində quruq ki, fərd olaraq yetişmək üçün sən birinci ailəvi sevməlisən, sən birinci dostluğu sevməlisən, sən sonra müəllimini sevməlisən. Bütün bunların cəmləndiyi bir torpaq var, Azərbaycan, sən axırda onu sevməlisən. Və ona görə də onların lap böyük əksəriyyəti orduya gedəndən sonra, bax siz dediyiniz kimi, belə bir fərdə çevrilirlər. Təbii də ki, yenə vurğuladığım kimi, bizim bugünkü günə əlimizdən gələn ancaq və ancaq o məktəblərdə tədbirlərin keçirilməsi. Mən 16 saylı məktəbi vurğulayardım. Onlarla daha çox sıx əlaqədə işləyirik. O məktəbdə bir tarixi də var ki, niyə o məktəblə işləyirik? Mənim bir cəhbə yoldaşım, Şükürov Pərviz var idi. Hal-hazırda onun anası bizim idarə heyətinin də üzvüdür, Şükürova Rəhlə xanım. Mənimlə bir yerdə təhsil alıb. Hərbin, o 3 aylıq zabitlər kursunda bir yerdə oxumuşuq. Mən ora ali məktəbdən getmişdim. Ora o vaxtki deyilən ali komandadan, usulişdən gəlmişdilər. Həmin məktəbi bitirmişdi, 16 saylı məktəbi bitirmişdi. 16 saylı məktəbdən o qədər danışırdı. İndi bir yerdə otururduq, o istirahət vaxtı 3 ay böyük müddətdir. Orada danışırdı, eləyirdi. Mənə o məktəb xüsusi, orada oxumadığım halda xüsusi doğma təəssürat oyatmışdı mənə. Və elə ilk görüşümüzü biz 16 saylı məktəbdən başladıq. Ora başladıq, orada görüşlər keçirdik. Yavaş-yavaş TTL-də də görüşlərimiz olub, 12 saylıda da görüşlərimiz olub. 11 saylı məktəbdə belə bir görüşlərimiz olub bizim. Ən doğması deməzdim, hamısı doğmadır. Sadəcə olaraq o təəssürat ki, mən Pərvizlə yaşamışdıq, o məktəbdə, belə deyək, o uşaqların içində baxanda mən Pərvizi görürdüm. Bax, o dərəcədə belə təəssüratla yaşayırdıq. Bu qədər. Tərlan bəy, maraqlıdır ki, düşmənlə informasiya savaşı dedikdə siz nə düşünürsünüz, sizi nə düşündürür? Məhz bu yöndə, bu səpkidə aparılan işlərdə necə, razısınızmı? Təbii ki, düşmənlə mübarizə sahəsində aparılan işlərə biz bayaq vurğuladım ki, qeyri-hökumət təşkilatıyıq. Dövlət tərəfindən aparılan bütün işlərlə mən tam razıyam. Yəni orada o işlərin görünən və görünməyən tərəfləri də var. Lakin bizim bir təşkilat olaraq öz üzərimizə düşən, bizim öz təşkilatımızın, baş idarənin rəhbərliyi ilə Vətən naminə .az belə bir saytı açılıb. Orada təbii ki, ictimai birliyin gördüyü işlər, dövlətin ictimai birliyə göstərdiyi diqqət və qayğı, oradan, belə deyək, ermənilərin əleyhinə hər bir informasiyalar yerləşdirilir. Yerləşdirilir və bugün artıq 21-ci əsrdir. Bugün bilirik ki, internet əsridir. Bilavas, elə bir adam olmaz ki, internetlə məşğul olmasın. Hər bir istəyir uşağından, istəyir böyüyündən. Bir fərd olaraq bizim əlimizdən nə gələ bilər? Heç nə. O internet vasitəsilə ki, biz kimlərlə ki təmasda oluruq, Azərbaycanda baş vermiş hadisələri, necə ki ermənilər o Sumqayıt hadisələrini, özüm Sumqayıtda olduğuna görə deyirəm, Sumqayıt hadisələrini Azərbaycan vəhşiliyi kimi qələmə verir. Biz onu tam çılpaqlığı ilə vurğuluyuruq ki, belə əslində ermənilərin özünün törətdiyidir. Adına, familiyasına kimi, onun rəhbərinə kimi ki, kimlər rəhbərləyir, hamısını, yəni o informasiya ilə biz özümüz ötürürük. Yəni qeyri-hökumət təşkilatı olaraq bizim bazardığımız bu qədərdir. Təbii ki, dövlət böyükdür, dövlətin imkanları da böyükdür və o boyda informasiya və texnologiya nazirliyi var. O boyda saytlar var ki, məsəl üçün, belə deyək ki, erməni saytlarını dağıdan bizim mütəxəssislərimiz var və burada hamısı sonda gəlir, yetişir mütəxəssisin üzərinə. Mütəxəssis də hardan yetişir? Məktəbdən yetişir. Deməli, məktəbdə düzgün təhsil almalıdır, məktəbdə düzgün vətənpərvər ruhda böyüməlidir ki, bu bilməlidir ki, gələcəkdə mən nə ilə məşğul olacam. Hamısı gəlir təhsilin üstünə.
Gəlir təhsilin üstünə təbii ki, o dövlət tərəfindən maliyyələşən və maliyyələşməyən idarə müəssisələrdə hamının bir borcu olaraq bu təbliğat və təşkilat işləri aparılır. Bizim təşkilat olaraq sadaladığım işlər görülür. Bugün bizdə ancaq bu işlər görülür. Tərlan bəy, biz bu günləri bir sıra xarici ölkələrin təbii ki, düşmən ölkəyə verdiyi açıq dəstək, qondarma erməni soyqırımına və bu kimi bir çox məsələləri görürük. Bəs buna münasibətiniz necədir? İkiyüzlü siyasət, ikili standart da nə desək bunlara yaraşır və var. Məsələn, götürək Fransanı. Fransanın 150 il bundan qabaq özlərinin dövlət səviyyəsində çap elədikləri xəritə var. O xəritədə ümumiyyətlə Ermənistan adlı bir balaca bir nöqtə də yoxdur. Ancaq bugün baxaq, Ermənistan bilavasitə Fransaya, bilavasitə Rusiyaya, bilavasitə Amerikaya söykənərək Azərbaycanda öz maraqlarını yerinə yetirmək istəyir. İrəvan. İrəvan indiki müqavilələrlə məlum olur ki, 99 illiyə onların paytaxt olunması üçün Azərbaycan tərəfindən verilib. Məlum səbəblərə görə ki, digər dövlətlər Azərbaycan Respublikasını o vaxt ADR deyilən Azərbaycan Demokratik Respublikasını tanısınlar. Himayədarları çoxdur. Və o himayədarlar, mən deməzdim ki, onlar hansısa bir erməniyə görə kimdənsə düşmən olurlar. Sadəcə burada türkdən qorxurlar. Azərbaycan da türkün bir qoludur. İstənilən halda Türkiyəni, Azərbaycanı zəiflətməkdən ötürü Ermənistanı bir şillə kimi saxlayırlar. Və yenə də burada əsas önəm gəlir diplomatiyanın üzərinə. Əsas önəm gəlir diplomatiyanın üzərinə ki, burada bizim gücümüz, diplomatik gücümüz, hərbi gücümüz o qədər olmalıdır ki, bizə gələn bu həm hərbi cəhətdən, həm diplomatik cəhətdən zərbələri neytrallaşdıra bilək. Azərbaycan, Türkiyə, müsəlman dövlət, bir millət, iki dövlət, Rusiya, Amerika, Fransa və sonda Ermənistan, bu da bir maraq. Problem böyükdür, çox böyük problemdir. Sadəcə olaraq biz bununla, belə deyək də, qonşuyuq, yaşamalıyıq. Bundan sonra biz istəsək də ki, Ermənistan kimi respublika olmasın, o mümkün deyil. Ermənistan da istəsə ki, Azərbaycan kimi respublika olmasın, o da qeyri-mümkündür. Hansısa bir şərt müdaxilində deyək, o təbii ki, bizim səviyyənin söhbətləri deyil. O daha yuxarı instansiyalarda həll olunan söhbətlərdir. Hansısa bir şəraitdə, hansısa bir şəkildə bu mənfur qonşularla biz yaşamağı borcluyuq. Yaşayırıq da, bugün yaşayırıq da. Ancaq mən bir şey bilirəm. Mən bugün bir şey bilirəm ki, Azərbaycanın böyüməsini, Azərbaycanın çiçəklənməsini, Azərbaycanın regionda bir lider dövlətə çevrilməsini istəməyən qüvvələr lap çoxdur. Lap çoxdur. Və bütün bunların fonunda biz hər birimiz bir fərd olaraq hər bir şeyi təkcə cənab prezidentin üzərində görməməliyik. O yükü biz öz üzərimizə də götürməyi bacarmalıyıq. Yəni fərd olaraq. Bu qədər. Tərlan bəy, yəqin ki, siz də mənimlə razılaşarsınız ki, bu günləri Ali Baş Komandan tərəfindən döyüş əmri verilərsə, hər bir şəxs fərq etməz, qadın, kişi, cavan, qoca, hər birimiz o döyüşə hazırıq. Bəli. Bəs bir savaş yolu keçmiş hərbiçi kimi, bu işğal altında olan torpaqlarımızı azad edilmək üçün, təbii ki, bu döyüş əmri verilərsə, daha çox hansı xüsusiyyətlər, hansı keyfiyyətlərə üstünlük verilməlidir? İlk növbədə keçmiş bir hərbiçi kimi mən belə düşünürəm ki, əgər bu əmr verilərsə, təbii ki, hər kəs bu döyüşə cəlb olmamalıdır. Burada xüsusi təlimlər keçmiş, xüsusi bacarığı olan mütləq bir şəkildə insanlar səfərbər olmalıdır. Çünki hazırlıqsız döyüşçü bu qurban deməkdir. Çox sayda bir qurban deməkdir. Lakin
bayaq söhbət əsnamızda biz fikir yürütdüm ki, biz hücuma keçən tərəf isə üçün bir nisbəti olmalıdır. Yəni, hər zaman bu hərbin qanunudur ki, hücuma keçən tərəf mütləq şəkildə müdafiə olan tərəfdən 3 dəfə artıq olmalıdır. Və bu 3 dəfə artıq olan bir yöndə döyüşçü demək olar ki, bütün döyüş sirlərini bilməlidir. Tibb personalı bildiyindən də artığını bilməlidir. Hərbiçi, yəni zabit, bildiyindən də artığını bilməlidir və onu tətbiq eləməyi bacarmalıdır. Və o yöndən də olaraq tam mükəmməl şəkildə artıq belə deyək, bu 20 il ərzində formalaşmış, ehtiyata buraxılmış gənclər, ehtiyata buraxılmış zabitlər, ehtiyata buraxılmış mütəxəssislər orduya cəlb olunmalıdır. Mənim fikrimcə belə. Tərlan bəy, biz bilirik ki, Azərbaycan bütün sahələrdə sürətlə dinamik inkişaf eləyir və bu idman sayəsində də özünü göstərir və əlbəttə ki, bir sıra əhəmiyyətli yarışlarda Azərbaycan ev sahibliyi eləyir. Bəs paralimpiyaçıların sırasında əlil insanların, hərbiçilərin adına da rast gəlinir təbii ki. Bu mövzuda sizin fikirlərinizi almaq maraqlı olardı. Bu mövzu mənə çox doğma bir mövzudur. Belə doğma mövzudur ki, ümumiyyətlə Azərbaycanda paralimpiya hərəkatı 96-cı ildən mövcuddur və elə belə desək, bir ulduzumuz var, o da İlham Zəkiyev. Ancaq 96-2014 bugün Azərbaycan Milli Paralimpiyasında 11 idman növü var. Və ən xoşa gələn, ən sevindirici, ən qürur verici hal 2008-ci ilin avqustun sonunda cənab Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt şəhərində 47-ci məhəllədə inşa olunmuş paralimpiya kompleksidir. O kompleks 2008-də inşa olunmaqla avtomatik olaraq paralimpiya idman növlərinin artmasına səbəb oldu. Məsələn, 2008-ci ilin avqustundakı açılışdan sonra oktyabr ayında oturaq voleybol üzrə idman komandası təsis olundu və formalaşdı. Və ən maraqlı bir hal var ki, bugün o Azərbaycan millisi adını alıb, millisi statusunu alıb, o oturaq voleybolun bütün üzvləri Qarabağ müharibəsinin döyüşünü keçən insanlardır. Bilirsiniz, o Qarabağda iştirak edən insan vaxtilə 20, 21, 22 yaşı var idi. Onun bütün daxili enerjisi, gələcəyi hesablanmış daxili enerjisi fiziki cəhətdən qüsur alanandan sonra öz daxilində qaldı, içində qaldı. Lakin, bax bu paralimpiya kompleksi ki, inşa olundu, paralimpiya hərəkatı ki, inkişaf elətdirildi, artıq o əlillərin malik olduğu o daxili enerji bugün üzə çıxmaqdadır. Vurğuladığım kimi 11 idman növü var. Burada qılınc oynatma var, oturaq voleybol var, cidodur, üzgüçülükdür, atıcılıqdır və digər idman növləri var. 2008-ci ildə bu təsis olunandan sonra çox uğurlu islahatlar nəticəsində artıq belə deyək, o sahələr üzrə mütəxəssislər yetişdirilməyə başladı. Məsəl üçün 2012-ci ildə mən hal-hazırda həmin oturaq voleybol üzrə milli komandanın baş məşqçisiyəm. Mən İran İslam Respublikasının Tehran şəhərində keçirilən belə deyək, məşqçilərin təlim üzrə kurslarına dəvət aldım. 21 dövlət iştirak edirdi. 21 dövlətdən 10 günlük seminar idi. O seminarı keçdik, kursu keçəndən sonra imtahan verdik. Ən şərəfli hal nə idi? Azərbaycan hələ təzə Azərbaycanda inkişaf olunmasına, başlamasına baxmayaraq 6-cı yeri götürdük. Yəni o imtahanı verərək 21 dövlət içində müvəffəqiyyətlə 6-cı yeri götürdük və o mütəxəssis belə deyək, sertifikatını əldə elədik. Ondan sonra paralimpiya xətti ilə mənim özüm ikinci təhsil olaraq hal-hazırda İdman Akademiyasında 3-cü kursda təhsil alırım. Hal-hazırda. Bütün bunlar nədir? Bütün bunlar gələcəkdə bu idman növlərinin inkişaf elətdirilməsi üçün mütəxəssislərin yetişdirilməsidir. Yəni mən və mənim kimi bir neçə nəfərin bu İdman Akademiyasında təhsil alması, müəyyən o seminarlarda müəyyən biliklərə, bacarıqlara qabil olub, onların
yeri dönərək burada idmanın inkişaf elətdirilməsinə öz xüsusi töhfələrini verir. Bugün çox böyük, çox geniş işlər aparılır. Və qürur verici hal ondan ibarətdir ki, artıq cüdo da inkişaf edir paralimpiya idman növü üzrə. O, bugün belə deyək, çox yuxarılardadır. Və bizim bu oturaq voleybol idman növünü deyək, çox ağır bir idman növüdür. Çox ağır bir idman növü ilə yanaşı, orada iştirak edən əlillərin özlərindəki olan o həvəs, özlərindəki o qayğı və belə deyək ki, vətənpərvərlik bu idmanın inkişafına və bərabər buna olaraq paralimpiyanın inkişafına gətirib çıxaracaq. Əziz tamaşaçılar, bugünkü qonağımız Tərlan Hacızadədir və söhbətimiz çox maraqlı və səmimi keçir. Ən azından bu günləri bu evdə qonaq olduğuma görə bunu sezə bilirəm ki, Tərlan bəy özü də çox səmimi insandır. Amma bir sual vermək istəyirəm Tərlan bəy. Çox istəyərdim ki və inanıram ki, bu suala səmimi cavab verəcəksiniz. Bir təşkilat rəhbəri Tərlan Hacızadə ilə ailə başçısı Tərlan Hacızadə arasında nə fərqlər var? Deməli, əslində belə vurğulayaq da, bir təşkilat sədri kimi Tərlan Hacızadə və ailə başçısı kimi Tərlan Hacızadə. Bəlkə də səhv edirəm, bəlkə də düz edirəm deyə bilmərəm. Hər ikisində, istər təşkilatda rəhbərlikdə, istər ailədə rəhbərlikdə mənim bir üsul idarəm var. Belə ki, həddən artıq məsuliyyət, həddən artıq tələbkarlıq və həddən artıq da belə deyək, içimdə yatan məhəbbət. Və çalışıram ki, o məhəbbəti qarşı tərəfə göstərməyim. Niyə göstərməyim? Niyə göstərməyim? O nöqteyi nəzərdən ki, insan olaraq biraz məhəbbət qarşı tərəfdən görəndə istər-istəməz arxayınlıq əmələ gəlir. Və bütün bu üsul-i idarə ona görə özümdə cəmləmişəm, özümdə belə deyək, formalaşdırmışam ki, inkişaf olsun. Rəhbərin istər ailədə, istər təşkilatda məcazi mənada vuran əli qədər tumar verici əli də olmalıdır. Və o prinsipdən yanaşanda ola bilər ki, ailədə, ola bilər ki, idarədə işin gedişatına uyğun, yəni tam formal bir ailənin yetişməsi, tam formal bir idarənin fəaliyyət göstərməsi üçün mütləq tələbkar olmaq lazımdır. Bir balaca boşluq tənəzzülə gətirib çıxaracaq. Təbii ki, bu mənim özümə aid olan fikirlərimdir. Bu demək deyil ki, mən qəddarlıq nümayiş elətdirirəm, bu demək deyil ki, mən ümumiyyətlə ailə məhəbbəti, işçiyə qarşı olan məhəbbət nədir, onu bilmirəm. Yox, sadəcə olaraq mənim öz prinsipim, mənim öz qaydalarım, həm idarə işimə, həm də ailə işimə bilavasitə tətbiq olunur. Və belə deyək, mənim öz fikrimizə deyək ki, müsbət tərəfə bəhrəsində verməkdədir. Məsuliyyət, tələbkarlıq, bunlar hamısı, necə deyim, gələcəkdə ailədən götürəndə bir fərdin formalaşmasında xüsusi amillərdir. Tələbkarlıq isə işçinin hər zaman, hər şeyə hazır olmasına rəvəz verə bilən bir xüsusiyyətdir. Bu qədər. Mən inanıram ki, Tərlan bəy Azərbaycan xalqının bir vətənpərvər oğlu olaraq, bir hərbiçi olaraq siz də öz övladlarınızı o vətənpərvərlik ruhunda böyüdürsünüz. İnanıram mən buna. Belə deyək, mənim biraz bəlkə də çox qırağa çıxmaq istəməzdim, bundan belə gətirdi. Və özür istəyirəm, 3 övladım var. Böyük qızımın 19 yaşı, ortancıl oğlumun 15 yaşı var, balacanın da 5 yaşı var. Qızım Azərbaycan İctimai Siyasi Universitetində hal-hazırda 2-ci kursda əyanidə oxuyur, regionşünaslıq, ərəb dili üzrə oxuyur. Oğlum Azərbaycan Respublikasında fəaliyyət göstərən bu Sumqayıt şəhərində, Türk liseyində təhsil alır. Çox maraqlı bir haldır ki, orada mən bayaq vurğulamadım, mən özüm fizika riyaziyyat üzrə təmayül məktəbini qurtarmışam. O da çox müvəffəqiyyətlə qurtarmışam. Bir çox olimpiyadaların riyaziyyat fizika üzrə qalibi olmuşam. Bunu təbii ki, mənim
malik olduğum diplomlarımı da təsdiq edə bilər. Və istər-istəməz bu, üzr istəyirəm, həyat yoldaşım da, mənim sinif yoldaşım olmaqla bərabər Bakı Dövlət Universitetinin mexanika, riyaziyyat mexanika riyaziyyatını qutarıb və hal-hazırda 13 saylı məktəbdə riyaziyyat üzrə müəllimə işləyir. Və bilavasitə mən öz bildiklərimi öz ailəmdəki övladlarıma tətbiq eləməyə başladıq və hal-hazırda da çox böyük bəhrəsini verdi. Nəzərə alsaq ki, bugün Türk Liseyi müəyyən maliyyə vəsaiti hesabına təhsil oradadır. Mənim özümün bilavasitə məşğul olmağım və onun oxuduğu əvvəlki o TTL-dəki müəllimlərin əziyyəti hesabına oğlum bugün ora pulsuz qəbul oldu və orada təhsil alır. Aşağı 8-ci sinifdə oxumağına baxmayaraq, yəni özündən yuxarı siniflərlə, yəni özü aşağı 8-ci siniflərdə, amma 9-cu siniflərlə oxuyan uşaqlarla riyaziyyat olimpiyadasında iştirak edib, hal-hazırda Sumqayıt şəhərində keçirilən birinci, ikinci turun qalibidir. Respublika riyaziyyat olimpiyadasında iştirak edib, indi onun nəticəsini gözləyirik inşallah. İnanırıq ki, yəqin ki, müvəffəq bir yer tutar. İnşallah. Tərlan bəy, təşəkkür edirəm sizə bu gözəl, maraqlı, eyni zamanda səmimi söhbətlərə görə. Sonda isə tamaşaçılarınıza ürək sözləriniz. Mən bu əvvəla müsahibəyə görə dərin minnətdarımı bildirirəm. Belə deyək, vətənpərvərlik mövzusunda Azərbaycanın inkişafı naminə aparılan, təşkil olunan çox gözəl tədbirdir, belə deyək. Və bunun həyata keçməsinə görə daha da uzun ömürlü olmasını istəyərdim. Və nə arzulayaram? Hər bir Azərbaycanlıya həm coğrafi məkanına görə, həm dininə görə yaşadığı və malik olduğu o dini unutmamaq arzulayıram. Biz Azərbaycanlıyıq. Bizim Azərbaycanımızın inkişafını bizdən başqa heç kəs həyata keçirməyəcək. Və Azərbaycanlı olduğumuzu hiss edərək, Azərbaycanlı olduğumuzu bildirərək, bilərək bizim üzərimizə düşən hər bir yükü biz dərk eləməyə bacarmalıyıq. Və sözün əsl mənasında bu Azərbaycan vətəninin vətəndaşı olmağı mən hamıya arzulayıram və bu işdə, bu çətin işdə, şərəfli işdə hamıya müvəffəqiyyətlər arzulayıram. Belə əziz tamaşaçılarımız, bununla da Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına Yardım Assosiasiyasının tərkibində fəaliyyət göstərən Qarabağ Info televiziyasının Qarabağ Xatirələri adlı verilişin ilk buraxılışının sonuna gəlib çatdıq. Mən düşünürəm ki, verilişimiz ürəyinizcə oldu və həmsöhbətimiz də sizin ürəyinizcə oldu, ən əsası səmimi söhbətlərinə görə. Və düşünürəm ki, bundan sonra da elə Tərlan bəy kimi maraqlı qonaqlarımız olacaq və özlərinin Qarabağla bağlı xatirələrini sizinlə, bizimlə bölüşəcəklər. Sağ olun, Allahın amanında. Növbəti verilişlərimizdə görüşmək ümidi ilə.